Biz bugün Azərbaycan Milli Hökumətindən danışacağıq. Bildiyiniz kimi dekabr ayının 12-si və yaxud da o dövrdə istifadə olunan İran təqvimindən 21 Azər tarixi Azərbaycan Milli Hökumətinin yaranma, eyni zamanda işğal edilmə tarixidir. Yəni bu gün təxminən bu günlərdə biz Milli Hökumətin 80 illiyini qeyd edirik. Buna görə də istəyirik ki, ümumiyyətlə ilk başlarda Azərbaycan Milli Hökumətinin yaranmasından bəhs edəcəyik. Necə yarandı, hansı beynəlxalq kontekstdə və daxili vəziyyətdə yarandı, fəaliyyəti və süqutu. Təbii ki, biz burada bu Milli Hökumətin tarixşünaslıq əks olunmasından da bəhs edəcəyik. Çünki fikrimizcə əsas müzakirə olunması məsələlərdən biri də budur. Deməli, Milli Hökumətin əslində yaranma tarixi, backgroundu Pəhləvilərin hakimiyyətə gəlməsindən başlayır. Necə, yəni Milli Hökumət necə yarandı, hansı qüvvələr formalaşdırdı bu hökuməti? İranda bunun bəli, keçmişi də var, daha uzaq keçmişə dayanan zəmini də var. Lakin belə deyək də, şərti olaraq biz tarixi 1920-ci illərdən başlada bilərik ki, İranda demək olar ki, 1000 ildən sonra şah titulu, şahlıq titulu ilk dəfə yerli adlandırıla biləcək, dırnaq içində yerli adlandıra biləcək fars kökənli ki, əslində fars da deyil də, Mazandaran idi ata tərəfdən, ana tərəfdən isə çox güman ki, türk idi. Pəhləvilər sülaləsindən keçdi Rıza Şah Pəhləvi və bundan sonra İranda tək dövlət, tək millət, tək dil siyasəti adlandırılan siyasət icra olunmağa başladı ki, bu siyasətin əsas hədəflərindən biri də Azərbaycanlılardır. Təbii ki, digər hədəflər kürdlər, lorlar və digər qeyri-fars, hətta İrani kökənli olsa belə qeyri-fars tayfalar, xalqlar tayfalar idi. Köçərlilər xüsusən bundan əziyyət çəkdilər ki, bu da İranda belə deyək də ilk dəfə bu səviyyədə etnik narazılığı yüksəltdi və İranın bir növ hekayəsini dəyişdirdi. Bu kontekstdə 1941-ci ildə 2-ci Dünya müharibəsi Sovet İttifaqına sirayət elədi, sıçradı və belə deyək də Sovet tarixşünaslığında Böyük Vətən müharibəsi adlanan bir period başladı ki, bu kontekstdə 1941-ci ilin avqustunda Sovet İttifaqı Britaniya ilə birlikdə İranı işğal elədi. Sovet İttifaqı şimalını, cənubu isə Britaniya. Tehran isə İran hökumətinin sonradan imzalanmış müqavilələr əsasında birbaşa hakimiyyət altında qaldı. Bu 1941-ci ildən başlayan period ərzində artıq İranda bu narazı olan etnik azlıqların bu və ya digər dərəcədə hərəkatı başladı. İlk dövrdə Sovet İttifaqı çox bilinənlərin əksinə bu etnik azlıqlardan qarşı idi. Xüsusən Azərbaycan bölgəsində millətçi fəaliyyətləri ilə bilinən, milli adamlar kimi tanınan şəxslər çoxsu ya sıxışdırılırdı, ya belə deyək də nəzarət altında olsun deyə Bakıya gətirilirdi, müxtəlif işlərə yerləşdirilirdi və yaxud da ki, sadəcə düşərgələrə yerləşdirilirdi, əmək düşərgələrinə və yaxud da ki, qaçqın düşərgələrinə. Bu məqsəd nə idi? Sovet İttifaqının əsas döyüş qaynaqları cənubdan, Trans-İran adlanan yoldan gəlir ki, Fars körfəzindən Trans-İran dəmir yoluna da çıxaraq Xəzər dənizi limanlarına və yaxud da ki, quru dəmir yolları ilə Sovet İttifaqının mərkəzinə daşınırdı. Və bu Churchill buna görə də İranı qələbəyə körpü adlandırmışdı ki, bu Sovet İttifaqına göndərilən yardımların çatdırılması baxımından. Təxminən Sovet İttifaqına gedən yüklərin 50% buradan gedir. Və Sovet İttifaqı buna görə də İran daxilində onun belə deyək də İranla münasibətlərini, müttəfiqlərlə münasibətlərini pisləşdirəcək şeylərə icazə vermirdi. Və bu millətçi hərəkata qarşı olması oradan qaynaqlandı. Lakin 1943-cü ilin sonlarında, yəni artıq Stalingradda qələbə qazanıldı, Almaniyanın sürətli böyük hücumu dəf edildi və bundan sonra artıq bilindi ki, Almaniya böyük bu həcmdə hücumlar eləyə bilməyəcək. Məsələn, Guderianın Almanların böyük generallarından biri öz xaricəsində yazır ki, Stalingradda geri çəkildikdən sonra artıq başa düşdük ki, Sovet İttifaqı üzərində qələbə mümkün deyil. Biz daha fərqli cəhbələrə köklənməliyik. Təbii ki, bunu Stalin də bilirdi, Sovet İttifaqı da bilirdi və 1943-cü ildən sonra daha rahat, belə deyək də, İran siyasəti yeritməyə başladı. 43, 44, 45 əslində milli hökumət necə yarandığını baxmaq üçün biz bu illərə baxmalıyıq. 1943-cü il belə sonlandı, 44-cü ildən etibarən İranın təbii ki, neft qaynaqları var idi. Əsas artıq dövlətlər də post-müharibə dövründən bağlı fikirləşməyə başlamışdı. İranın ənənəvi siyasəti nə idi? Sovet İttifaqından öncə Rusiya, digərləri də Britaniya. Bu iki qüvvəyə qarşı belə deyək də tarazlaşdırıcı dövlət kimi, üçüncü və tarazlaşdırıcı dövlət kimi 33-cü ildən sonra nasistlərlə ki, Rıza Pəhləvinin ən yaxın dostları və müttəfiqləri idilər. Aryan irqi nəzəriyyəsindən Nürnberg o irq qanununa İranda daxil edilmişdi. Saf Arya irqinin nümayəndələri kimi və s. Böyük belə deyək də mədəniyyət sahəsində aryançılıq təbliğ edilirdi bu dövrdə.
33-cü ildən 41-ci ilə 39, 40, 41 müxtəlif tarixlər adlandırmaq olar. Bu iki qüvvəyə qarşı balanslaşdırıcı nasist Almaniyası idi. 41-ci ildən sonra isə İranlılar durmadan belə deyək də Amerikanı İrana cəlb edərək bu iki qüvvəyə qarşı balanslaşdırıcı dövlət olaraq ondan istifadə etmək istəyirdilər. Nəticədə nə oldu? Bu Sovet İttifaqının qıcıqlanmasına səbəb oldu. Məsələn, xüsusən 1943-cü ilin noyabrında o dövrdə İranın görkəmli siyasətçisi Əli Süheylinin ki, baş nazirlik edib bir neçə dəfə Amerika təklifləri var. Bu sənədlərin bir çoxu yayınlanıb. Frustar adlanan Amerika sənədlərində, eyni zamanda Britaniya arxivlərində də var bu sənədlər, Rusiya arxivlərində də var ki, Amerikanı belə deyək, Bəlucistan bölgəsinə və ya Bəlucistan bölgəsinin şərqi və qərbi şimalına belə deyək də daha konkretləşdirilməmişdi bölgələrdə neft imtiyazı təklif edir. Britaniyanın var idi, istəyirlər Amerikaya da verələr, Amerikada gəlsin balanslaşdırıcı qüvvə kimi. Rusiyanın isə heç nə yoxdur. Sonuncu bir dənə balıqçılıq imtiyazı var ki, Xəzər dənizində nərə balıqları ilə bağlı. Çünki 1921-ci ildə o Lenin İranla fevral ayında imzaladığı müqavilədən Rusiya, daha doğrusu Sovetlər bütün İrandan sahib olduqları imtiyazların hamısından belə deyək də saf kommunizm uğruna, ən azından belə təbliğ edilirdi, imtina edib. Nəticədə Sovet İttifaqının heç nəsi yoxdur. Stalin, hətta bildirilir ki, 1945-ci ildə Stalinə İkinci Dünya müharibəsindən sonraki dünyanın xəritəsi təbliğ göstəriləndə Stalin əlini cənub sərhədlərinə qoyub və deyib ki, buradakı sərhədi bəyənmədi. Çünki artıq belə deyək, bütün Belarusları birləşdirən Belarusiya vardı, Ukraynalıları birləşdirən Ukrayna var idi. Bu sərhəddə problem vardı. İran qərbə meyllənən, Sovetin ənənəvi rəqiblərinə meyllənən İran mövcudiyyətini davam elətdirirdi həminki ərazilərdə və təbii ki, İrana təsir vasitəsi də vardı bu etnik kürdlər və yaxud da etnik Azərbaycanlılar. Buna görə 1944-cü ildən etibarən o məşhur gürcü kommunist, o köhnə bolşeviklərdən adlanan Sergey Kaftaradzenin İrana səfəri var ki, Amerikaya verirsinizsə, şimalda da bizə verirsiniz neft imtiyazı. Bu rədd edilir, böyük etirazlara səbəb olur İran siyasi spektrumunda. Və ilk dəfə bu dövrdən etibarən Sovetlər belə deyək də Azərbaycanlılara tətbiq elədikləri təzyiqi, millətçi Azərbaycanlılar təzyiqi yavaş-yavaş dala çəkməyə başlar. Və nə olur? Nəticədə Təbrizdə Tudə adlanan belə deyək solçu partiyanın böyük mitinqləri başlayır. İran ordusunun hətta burada tərkis dahil olmasına qədər gedir ki, Azərbaycana muxtariyyət. Burada muxtariyyətində həqiqətən də hüquqi əsasları var idi. Çünki ilk İran konstitusiyası 1905-11-ci illər məşrutə inqilabı zamanı qəbul edilmişdi. Orada əyalət məclisləri deyilən bir ifadə vardı ki, yerli işlər bu məclislərdə həll olur. Lakin heç vaxt işə salınmamışdı. Və Azərbaycanlılar da, Sovetlər dəstəkləyən Azərbaycanlılar da iddialarını hüquqi zəminə oturtmaq üçün bu maddə istinad edirdilər. Və sonda o müsəddiqin 20-ci əsr İran tarixinin yəqin ki, ən böyük 3-5 şəxsindən biridir. Məhəmməd Müsəddiqin başçılığı ilə dünyəvi millətçiləri təmsil edir, İran millətçilərini. Parlamentə qərar qəbul edir ki, nə qədər ki, xarici ölkə orduları İrandadır, İran heç bir dövlətlə neft imtiyazı ilə bağlı danışıq aparmayacaq, heç bir siyasiyə bu səlahiyyəti yoxdur. Eyni zamanda sonraki müddətdə də seçkilərin də keçirilməyəcəyi bəlli oldu. Bununla Sovet İttifaqı başa düşdü ki, 1942-ci il yanvar üçlü anlaşma deyilir buna. İran, Böyük Britaniya və Sovet İttifaqı arasında imzalanmış anlaşmaya görə müharibənin bitdiyi son gündən 6 ay müddətində Sovet İttifaqı ordusunu çıxarmalı. Və Stalin başa düşdü ki, bu tarixdən, yəni müharibənin bitişi 6 ay keçdi və bütün Sovet ordusu İrandan çıxsa, Sovetin İrana təsir vasitəsi qalmayacaq. Buna görə də başladı buradakı yerli millətçilik hisslərini belə deyək də alovlandırmağa. Burada əsas kurator Mirzəfər Bağırov idi. İngilis sənədlərində Mirzəfər Bağırovun orada nələr elədiyinə bağlı ətraflı məlumatlar var. Eyni zamanda Sovet və Azərbaycan arxivlərindəki təəssüf ki, bunlara böyük həcmli giriş imkanımız yoxdur. Lakin zamanında Cəmil Həsənli Buradan aydın olur ki, Mirzəfər Bağırovun məqsədi onsuz da əvvəldən bütöv Azərbaycanı qurmaq idi. Sosialist və belə deyək də mədəniyyətcə milli, mahiyyətcə sosialist bir bütöv Azərbaycanı qurmaq idi. Bunun üçün də hətta kürdlərə belə Bakıda təzyiq olunur. Kürd aşirətlərinin, tayfalarının rəhbərləri, övladları Bakıya toplanır və Mirzəfər Bağırov onlara açıq şəkildə bildirir ki, əgər siz İranda nəsə eləmək istəyirsinizsə, bizlə danışmalısınız. Və Britaniyanın ənənəvi olan, əlaqələri olan partiyalar mövcudiyyətini sonlandırmalıdır. Nəticədə kürdlər də əslində bunu qəbul edirlər. Görünüşdə qəbul edirlər. Lakin istəyəndən biri Beycizadə adlı bir şəxs sonradan orada, məsələn, Təbrizdəki İngilis konsulu Vatla görüşmələri var. Orada bütün bu şeylərlə bağlı məlumatlar verir.
Belə bir kontekstdə iyul ayında dekretlər var. Stalin göndərdiyi əmrlər ki, nələr görülməlidir. Burada Azərbaycanda muxtariyyətin qurulması, bu muxtariyyətin de facto müstəqil olması ilə bağlı, müstəqil olması kimi anlaşıla biləcək maddələr var. Ordu, büdcə, ticarət, İrandan demək olar ki, faktiki olaraq ayrılma kimi yorumlana biləcək maddələr var və onsuz yerli sosial baza da vardı və çox rahatlıqla 1945-ci ildən sentyabrdan Azərbaycan Demokrat Firqəsi Pişəvərinin rəhbərində formalaşmağa başlayır. TUDənin yerli qolu ki, TU dəstənin onsuz 50-55% təxminən Azərbaycan bölgəsindəndir, Azərbaycan əyalətindəndir. Bu partiyaya keçirlər, Padeqaninin başçılığı ilə yeni yaranmış partiyaya keçirlər. Bu Sovetin əsas rıçaqlarından biri olan TUDədə böyük narazılığa səbəb olur. Lakin heç kim cəsarət edib təbii ki, açıq şəkildə bu narazılığını bildirə bilmir. Və bu sentyabrdan əslində iyul ayında hüquqi əsasları qoymuşlar, belə deyək, Sovetlərin baxımından. Proses dekabrın 12-sində Azərbaycan Milli Hökumətinin elan edilməsinə nəticələnir. Burada noyabr ayından artıq firqə özünün fədai dəstələrini formalaşdırmışdı. Sovetlər bunlara silah və hərbi və maddi yardım göstərmişlər. Çox qısa müddətdə demək olar ki, indi ingilis sənədlərinin araşdırılmasından bəlli olur ki, qüvvələr sayı eyni idi. Sovet ordusu burada birbaşa iştirak eləməyib. Urmiya istisna olmalı, heç bir də ciddi müqavimətlə qarşılaşmadan bütün Azərbaycan idarə etməsini ələ keçirir. Və ayrılma tələbi, belə deyək, rəsmiyyətdə elan istənilmirdi, tələb edilmirdi. Sadəcə muxtariyyət. Və Sovet İttifaqı ilə bundan sonra artıq dekabr ayından sonra işə Britaniya və Amerika daxil olmağa başlayır. Amerika və Britaniyanın belə deyək də Sovet İttifaqından Avropada onsuz ciddi problemləri vardı. Yunanistan məsələsi, Polşa məsələsi, ümumiyyətlə Şərqi Avropa, Mərkəzi Avropada belə deyək də Sovet İttifaqının Potsdamdakı razılaşmaları Stalinin belə deyək də mənim işim aksiomadır deyərək özünə uyğun olaraq, yorumlayaraq xalq cəhbəsi hökumətləri formasında hakimiyyəti ələ keçirmək onsuz böyük bir narazılıq doğurmuşdu və Amerikada, Britaniyada qorxurdu ki, İran məsələsi üstünə gəlməsi müttəfiqliyin birdən-birə düşmənliyə çevrilməsinə yol açardı. Ona görə belə deyək də səfirlər səviyyəsində, konsullar səviyyəsində Sovetlərin fikrini soruşmağa, öyrənməyə çalışdılar ki, İranda nə baş verir. Və Sovet İttifaqı üzrə heç bir məlumatın olmadığını, heç bir əlinin olmadığını göstərir. Lakin hamı əslində həqiqətin nə olduğunu bilirdi. Beləliklə, milli hökumət qurulduqdan sonra İranın heç bir, belə deyək də, milli hökumətə qarşı çıxa biləcək gücü yox idi. Və çox maraqlıdır ki, milli hökumət qurulduğu ilk dövrdən Pişəvəri, belə deyək, köhnə stajlı solçulardan biri idi. Əslən Xalxal bölgəsindən idi və Bakıda uzun müddət yaşanmışdı, ailəsi də Bakıda idi. Və 1930-cu illərdə Rıza Pəhləvinin kommunistlərə, solçulara qarşı başladığı repressiyada həbs edilmişdi. Və Pişəvərini, belə deyək də, digər İran solçularla ayıran şeylərdən biri o idi ki, Pişəvəri həbsdə olsa da, tanınmış solçu, Gilan hərəkatında iştirak edən solçu olsa belə, 53-lər adlanan İranın məşhur Avropa təhsilli solçularından həmişə ayrı olmuşdur. Məsələn, hətta belə deyək də, yarı rəvayətləşmiş məsələlər var ki, Pişəvəri ilə 53-lər adlanan o Pəhləvi dövründə həbs olunan kommunistlər həbsxanada belə deyək, birləşməyi təklif edirlər. Pişəvəri olarsa sadəcə təhsilli solçular kimi belə deyək, yuxarıdan aşağı baxır və bildirir ki, bunlar real inqilab nədir bilmirlər. Bunların işi ancaq yazmaq, pozmaqdır. Sahədə, şəhərdə inqilab nədir, bunu heç vaxt eləyə bilməzlər ki, tarix göstərir ki, həqiqətən də Pişəvərin bu sözlərində həqiqət varmış. Yəni, onu özünü İran solçuluğundan da ayrı tutmağı bacarmışdı. Sovetlərlə, Şimali Azərbaycanla bağlıdır və sevilir, təmizliyində qoruya bilir. Bu ideal, belə deyək də, rəhbər statusunu ona qazandırırdı. Bu, Pişəvərin seçiminin kontekstində arxasında duran səbəblər buydu və ilk dövrdən etibarən Pişəvər açıq-aşkar bütün bəyanatlarda, bütün qəzetlərdə bildirir ki, biz kommunist deyilik, biz milli partiyayıq. Azərbaycan Demokrat Firqəsinin bütün bəyanatlarında bu dəfələrlə vurğulanır. Təbii ki, bunun siyasi səbəbi də var idi ki, istəmirdi ki, bir şərq cəmiyyəti kommunist və ateist, belə deyək də, hərəkatla özünü əlaqələndirmək istəməz. Amma hər bir halda əlimizdə olan oldu ki, Pişəvərinin bir illik hökuməti dövründə kommunist siyasət yeridilməyib. Hətta, məsələn, Sovet İttifaqı kommunist idi, kolxozlaşdırma olmasına baxmayaraq, xalisə torpaqlar, yəni Pəhləvilərə sahib olan, mülkiyyətində olan torpaqlar kəndlər arasında bölünmüşdü. Eyni zamanda milli hökumətə qurulması prosesində silahlı mübarizəyə qalxmış böyük bəy və ağaların torpaqlar kəndlər arasında bölünmüşdü və yanvar ayından etibarən, yəni faktiki olaraq
Və bütün bunların da əksəriyyəti 95%-i demək olar ki, daxili imkanlar hesabınadır. Məsələn, anbarlarda olan qənd kimi, şəkər kimi şeylər satılır, tütünlər satılır və bunlar hamısı mədəniyyət və təhsil sahəsinə yönləndirilir ki, yanvar ayından etibarən böyük bir quruculuq işləri başlanır. Demək olar ki, İran tarixində 50 ildə olunmayan şeylər bir ildə əldə edilməsinə çalışılır və böyük bir hissəsində də müəyyən uğurlar əldə edilir. Məsələn, İncəsənət muzeyi açılır, İncəsənət və rəssamlıq məktəbi açılır. İlk dəfə Təbrizdə, ümumiyyətlə Azərbaycan bölgəsində və İranda ikinci universitet açılır. Azərbaycan Universiteti adlanır. İndi hal-hazırda o universitet Təbriz Universiteti kimi fəaliyyət göstərir. Bütün demək olar ki, böyük şəhərlərdə uşaqlar və yetimlər evi, məktəblər, müəllimlər açılır ki, Şimali Azərbaycanda böyük bir müəllim kütləsi dəvət edilir o məktəblərdə işləməyə, məktəb belə deyək də kitablarının hazırlanmasına iştirak etməyə və artıq rəsmi əsas tələblərdən biri onsuz narazılığın səbəblərindən biri dil siyasəti idi. Və ilk günlərdən də Azərbaycan dilinin, Azərbaycan dili və yaxud da ki, türkü adlanır. Yəni bu dil Cənubi Azərbaycanda türk dili adlandırılmasına bağlı qərarlar elan edilir. Məktəblərdə tədris tamamilə bu dildə keçirilir və dili bilməyənlərdə bir il vaxt verilir ki, fars dilindən türk dilini keçid eləsinlər. Çox maraqlıdır ki, Pişəvəri hökuməti yeni qurulduğu zaman, Təbrizi aldığı zaman İran ora məşhur siyasətçilərindən Murtaza Qulu Bayat adlı bir adamı qubernator kimi göndərir və özü də əslində Əraqlı türk idi. Təbii ki, o dövrdə artıq asimil olmuşlar, Bayat tayfasından idi. Murtaza Qulu Bayatın Azərbaycan əhalisində bir bəyanatı var, farsça verdi. Orada vədlər verir ki, bəs bu hökuməti dəstəkləmir filan. Nəysə, Pişəvəri buna cavabında sadəcə bildir ki, Murtaza Qulu Bayat əgər Azərbaycan xalqına səslənmək istəyirsə, ona tövsiyə edir ki, türkcə yazsın. Çünki Azərbaycanda cəmi 2000 nəfər adam fars dilini bilir. Yəni belə bir maraqlı nüans idi. Yəni dil məsələsi əsas burada hərəkət verici motivasiya qaynaqlarından biri idi. Bu bir illik müddətdə böyük bir işlər görülür və çoxlarının bildiyinin əksinə Sovet İttifaqı demək olar ki, heç bir maddi dəstək göstərməyib. Mirzəfər Bağırovun böyük səyləri var burada əslində, həm də şəxsi istəklərindən qaynaqlı olar ki, bütöv Azərbaycanı quran belə hökmdar kimi tarixə düşsün. Hətta o Tehranı da Azərbaycan torpağı olaraq qiymətləndirir və Stalinə bütün belə deyək də Azərbaycanı İrandan ayırıb Sovet Azərbaycanla birləşmək barədə təzyiqlər edirdi. Təbii ki, Stalin Avropa dövlətləri ilə, Amerika ilə münasibətləri tam olaraq balansdan çıxarmamaq üçün daha ehtiyatlı davranırdı. Belə deyək də Azərbaycanda quruculuq işləri getdiyi müddətdə digər tərəfdə də Sovet İttifaqı özün belə deyək də iki başdan İrana vurduğu siyasəti belə deyək də həyata keçirməyə çalışır. Bu nə idi? İranda qalıcı bir nüfuz dairəsi əldə etmək. Əgər Cənubi Amerika və İngiltərənin isə şimalda Sovetin olmalıdır. Çünki Stalin düşüncəsinə görə bu Sovetin ən təbii haqqı idi. Onsuz bu belə deyək də Rusiya imperiyasının bir mirası idi. İndi necə ki, məsələn, Putin Ukrayna ilə bağlı məsələlərdə deyir ki, Leninin qurduğu dövlətdir filan və s. Əslində, məncə, Stalin də elə bir şey düşünürdü ki, Lenin bu imtiyazları nahaq yerə qaytardı İrana. Və əslində bu neft imtiyazını qoparmaq üçün o İrana təzyiq etmək üçün Azərbaycan muxtariyyəti qurmuşdu. Stalin siyasəti keçsəydi nə olacaqdı? Azərbaycan geniş ordusu olan, büdcəsi olan, baş naziri olan, hökuməti olan bir muxtariyyət olacaqdı. Yəni faktiki müstəqilliyə yaxın. İran parlamentinə, çünki tələb olunur ki, Azərbaycan üçün ayrılmış deputat yerləri artırılsın. İran parlamentinə xeyli sayda deputat göndərəcəkdi. İrandan neft imtiyazı alınacaqdı. İran belə deyək də, ən azından İranın mərkəzi və şimalı Sovetlərin bir nüfuz dairəsinə çevriləcəkdi. Hətta məsələn, Bağırovun, Pişəvəri, Padegan, Danişyan, Məhəmməd Bilyar kimi şəxsləri göndərdi, bu firqənin aparıcı şəxsləri idi. Bildirir ki, siz indi muxtariyyəti qurdunuz, özünüz nə istəyirsiniz? Onların yazdığı və cəmləsəni tərəfindən yayımlanmış sənəddən də bəlli olur ki, əslində Azərbaycanlar burada tam ayrılmaq istəyirlər və bildirdilər ki, İran indi zəifdir, bizim muxtariyyətimizi qəbul edir. Biz də üzrə muxtariyyət istəyirik, amma İran gücləndiyi zaman bizim muxtariyyətimizi istəməyəcək. Biz Sovet ayrılmağı, Cənubi Azərbaycan Sovet Respublikası kimi sosialist bir respublika olmağı, bundan sonra isə Şimali Azərbaycanla birləşmək istəyirik ki, hətta burada Monqolistan örnəyi də verilir ki, birisi Monqolistan Sovet İttifaqına daxil deyildi, amma Sovet Respublikası idi kənarda və Sovetlərin orbitində idi. Təbii o zaman elə Varşava paktı qurulmamışdı deyə Monqolistan ən ideal örnəyi idi. Dediyim kimi, amma Stalin fərqli düşünürdü. Stalin, mən düşünürəm ki, Stalin Azərbaycana ayrılmağı qəti şəkildə istəmirdi. Çünki ona Azərbaycan İranın içində lazım idi.
İrana daimi belə deyək də başının üstündə Demokl qılıncı kimi olan bir Azərbaycan lazım idi. Və burada ən belə deyək də o oyunu dəyişdirən şəxs Əhməd Qavamdır. Əhməd Qavam İranın ən köklü siyasətçi ailələrindən birindən idi, Şirazdan idi və çox ağıllı idi. Ona bəzən qoca tülkü bu Churchill də deyilən adlardan biridir. Belə də İranın Churchill də deyilir, qoca tülkü də deyilir. Qavam gəlir və bütün balansı dəyişir. Artıq məclis bağlanmışdır, yeni məclis orada olduğu üçün keçirilə bilməzdi. Qavam bu əlini açırdı. Məclis yoxdur, İran məclisi yoxdur və Sovetlə belə deyək, onları təzyiq edən başqa bir oyunçu olmadan müzakirə apara bilərdi. Fevralda Moskvaya səfəri var, danışıqlar çox çətin keçir və nəticədə bu danışıqlar sonunda aprel ayında Satchikovla Sovetlərin İran səfiri ilə razılaşma əldə edilir ki, Qavam Sovetə neft imtiyazı verir, şimalda neft imtiyazı verir, yəni Sovetin istədiyini verir. Qarşılığında da faktiki olaraq Sovet Azərbaycan məsələsini İranın daxili məsələsi kimi tanıyır və ordusunu çəkəcəyini bildirir. May ayında ordu çəkilir, Sovet ordusu Azərbaycandan və İranın digər yerlərindən çıxır. Halbuki mart ayının ikisində çıxmalı idi və Qavamla belə deyək də Azərbaycan orduları təkə-tək qalırlar, başa-baş qalırlar may ayından. May ayından dekabr ayına qədər 7 ay müddətində Azərbaycan belə deyək də 2-3 dəfə toqquşmalar olur. Burada bütün toqquşmaları dəf eləməyi bacarır və yerli dəstəyi də qorumağı bacarır. Lakin burada nə baş verir? Qavam neft anlaşmasını imzalayıb, neft imtiyazı verəcək, amma bu imtiyaz qanuni konstitusiyaya görə məclisdən keçməlidir. İran məclisindən keçməlidir. İran məclisi toplana bilməyi üçün isə Sovet ordusunu çıxarmalıdır. Çünki qanun var ki, orada olduğu üçün seçki keçirilə bilməz. Sovet ordusunu çıxarır və Qavama deyir ki, buyur, seçkini keçir. Qavam başlayır ki, yox, Azərbaycana ordu göndərmədiyim halda qanunla mən seçki keçirə bilmərəm. Çünki Azərbaycana faktiki olaraq nəzarət eləmirəm. Uzun müddət danışıqlar gedir və nəhayət Qavam 1946-cı ilin dekabr ayında, noyabr ayının sonundan əslində belə deyək də artıq o Rubikon keçirmişdir Sezarın dediyi kimi o riski alıb öz hesablamalarına güvənib böyük addım atır və Azərbaycana ordu yeridir. Buna qədər Təbrizlə Tehran arasında birbaşa danışıqlar var. İyun ayının 13-də 1946-cı ildə imzalanan anlaşma var. Ordunun komandanlığı və torpaqlar məsələsi istisna olmaqla bütün məsələlərdə razılığa gəlinir. Tehran rəsmi şəkildə Azərbaycan muxtariyyətini tanıyır. Məktəblərdə Azərbaycan türkcəsinin əsas dil kimi, belə deyək də, təhsil dili kimi istifadə edilməsi qəbullanır. Ordusunun varlığını belə qəbullanır. Sadəcə məsələ orduya komandanın kim tərəfindən və hardan təyin edilməsidir. Təbriz deyirdi, mən sənə 3 namizəd verəcəm, sən birini seçəcəksən. Tehran dedi, yox, mən sənə 3 namizəd verəcəm, sən birini seçəcəksən. Yəni Təbrizdəki artıq əyalət məclisi adlanan qurum. Ordu məsələsi sonradır. Bu ordu məsələsindən anlaşılmadığı üçün sonraya ertələnir. Və noyabr ayında artıq bəlli olur ki, Qavam Azərbaycana qoşun yeridəcək. Bütün Azərbaycanda böyük hazırlıqlar başlanır. Bu Qızılbaş adlanan xalq ordusu, milli ordu və yaxud da adlandırılan orduya böyük könüllü ordusu yığılır ki, məsələn, Pişəvəricinin göndərdiyi, Bakıya göndərdiyi teleqramlardan bəlli olur ki, böyük xalq qatılımı var imiş və bunlara silah vermək mümkün olmamış deyə götürmüş. Dəstələrdən ən böyük biri Babək adlanırdı və ordu özü Qızılbaşlar adlanırdı. Dekabr ayının ilk yarısında artıq hər gün qaçınılmaz son yaxınlaşdığı hiss edilirdi və Sovetlərin dəstəyini geri çəkdiyi Təbrizdə hiss edildikcə insanlarda da ruhdan düşmə daha da sürətlənirdi. Məsələn, dekabr ayının 8-ci, 9-cu tarixlərində Pişəvəricinin Bağırov vasitəsilə Stalinə göndərdiyi məktublar var. Bu məktublarda onlar xahiş edirlər ki, bizə ilk başda da dəstək istəyirlər, silah istəyirlər. Çünki aydın olur ki, sən demə, dekabr ayına gəlindiyində Sovetlər nəinki Azərbaycana silah verir, yeni silahlar göndərirlər ki, Tehran hücumuna qarşı davam gətirsin. Əksinə, onların öz əlində olan və bəziləri hətta İran ordusundan ələ keçirdikləri silahları belə, ağır silahları belə özlərindən aparıblar. Yəni, təbii olaraq bu nə anlama gəldi, başa düşüləndi. Nəticədə Pişəvəricil ilk yardım istəyirlər, yardımın gəlməyəcəyini biləndən sonra Bağırovdan xahiş edirlər ki, ora oxumağa göndərdiyimiz kursantları, hərbi məktəblərə göndərilən kursantları geri göndərin orduya. Sonda isə Stalinə müraciət edirlər ki, Qavam sizi aldadacaq, neft imtiyazı verməyəcək və sadəcə bizə icazə verin ki, döyüşək. Sonda Stalin Pişəvəriyə məktub var, böyük bir bolşevik inqilabından belə deyək də bir xülasə verir və bildirir ki, İranda inqilab üçün
kommunist inqilab üçün vaxt yetişmir. Siz ümumi dünya inqilabı üçün, dünya kommunist hərəkatı üçün geri çəkilməlisiniz. Və bu bütün belə deyək də firqəyə döyüşməyi qadağan edir. Və nəticədə firqə belə deyək, dekabrın 8-i, 9-u, 13 döyüşlərdə Qavamın ordusunu böyük məğlubiyyətə uğratsa da geri çəkilməyə, Bakıya keçməyə məcbur olurlar. Hətta Stalin sərhədləri belə açmaq istəmirdi. Bağırovun belə deyək, şiddətli xahişləri nəticəsində sərhədlər açılır və mühacirlər Şimali Azərbaycana keçməyə başlayır. Və burada əsas bəhs eləmək istədiyimiz məsələlərdən biri də nədir? Sonda ordunun Təbrizə girişi dekabrın 12-sidir. Burada bir narrativ hekayəsi də var. İranla çevrə, mərkəzlə çevrə arasında mainstream millətlə belə deyək də periferiyadakı millət, artıq periferiyadakı millət idi türklər, Azərbaycan türkləri orada. Dekabrın 12-si yaradıldığı üçün belə deyək də o qələbə günü simvolunu korlamaq üçün məhz dekabrın 12-si girilir. Və burada qırğınlar başlayır. Hüseyn Fərdus var, generaldır və Məhəmməd Rıza Şah Pəhləvinin, ikinci Pəhləvinin uşaqlıq dostudur. Onun xatirələrində açıq şəkildə yazır ki, biz Azərbaycan dağlıq bölgə olduğu üçün biz böyük döyüşlərin gedəcəyini gözləyirdik, lakin döyüşlər olmadı. Çünki Sovetlər çəkdilər firqənin ordularını çəkilməyə məcbur elədilər və biz demək olar ki, müqavimətlə üzləşmədən Azərbaycana daxil olduq. Maraqlıdır ki, qanlı döyüş olmayıb, yəni belə deyək də bu iki qüvvənin bir-birindən belə deyək patoloji nifrət eləyəcək hadisələr baş vermir, qarşılıqlı şiddət və ya da qarşılıqlı qırğınlar. Amma İran ordusu, Pəhləvi ordusu Azərbaycanda təxminən 3 ay davam edən qırğınlar həyata keçirdilər. Məsələn, firqəçilərin uşaqlarını, arvadlarını, özlərini təndirə atıb yandırmaq, belə deyək, çörək sexlərində yandırmaq, aylarla ac saxlayıb, belə deyək, orada qeyri-insani şərait formalaşdırıb ölümlərinə səbəb olmaq, hətta bəzən insanların insan əti yeməsinə qədər belə deyək də nümunələrə rast gəlinir qaynaqlarda. Ümumi olaraq ən azı İran qaynaqlarının özünün dediyi Hüseyn Fərdus deyir ki, bir həftə ərzində Təbrizdə 3000 adam öldürülmüşdü. Sonradan o bölgədən keçmiş Amerikalı prokurorun xatirələrində daha çox olduğunu başa düşürük. Oradan dövrümüzə gəlib çatmış qaynaqlardan hətta 30-50 min Kürdistan da daxil olmaqla Kürdistandakı qurulmuş Sənəndəc və Mahabat mərkəzli Kürdistan Xalq Respublikası adlanırdı. Orada daxil olmağına ümumi bölgədə 50 min adamın öldürüldüyü barədə 30-50 min arası adamın öldürüldüyü bildirilir. Bu ölümlərin səbəbi nə idi? Bu əslində belə deyək də o Rıza Pəhləvinin siyasətinin davamı idi ki, əgər siz belə bir istəklər irəli sürərsinizsə, əgər hər hansısa bir etnik azlıq belə deyək, haqq tələb edə bilərsə, sonu bu olacaq. Yəni daha çox bu gələcəyə fokuslanmış bir cəzalandırma siyasəti idi ki, bu kimi tələblər bunlara gətirib çıxaracaq və əslində bu baş verən hadisələr 79-cu ildə 1979-cu İran İslam inqilabı baş verərkən etnik azlıqların niyə bu qədər aktiv şəkildə inqilabda iştirak etdiyinin göstəricisidir. Çünki 79-cu ildə ən böyük aktiv şəhərlərdən biri Təbrizdir. Təbriz şəhərində baş vermiş ən böyük mitinqdə məhz 21 Azər tarixində dekabrın 12-sində baş verən mitinqdə o zaman baş verən hadisələr xatırlanır. Belə deyək də, Pəhləvilərdən narazılığın səbəblərindən biri də buydu, etnik azlıqlar baxımından. Bu 21 Azər Məhəmməd Rıza Şah Pəhləvi üçün, gənc şah üçün bir qələbə hekayəsi oldu. Bu pullar, postmarkaları filan buraxıldı. Azərbaycanlılar üçün isə uzun müddət, belə deyək, bir qara günlərdən biri olaraq qeyd olundu. İndinin özündə də xüsusən bu tarixlərdə həm zəfər, həm süqut xüsusi olaraq qeyd edilir və məsələn orada kitabların yandırılması, bununla bağlı böyük indi də yaşayan məsələn Amerikada yaşayan məşhur cərrah Şapur Ənsarinin xatirələri var. Məşhur dünya şöhrətli yazısı və İran nəslinin 20-ci əsrin ən böyük nümayəndəsi Rıza Bərahəninin xatirələri var ki, türkcə yazılan, birinci sinifdə oxuyurdu bu zaman, yazıları özünə yediriblər. Belə deyək, türkcə yazdığı üçün və o simvolik mənada deyir ki, mən öz dilimi, ana dilimi qarnımda saxlayıram ki, çünki yemişdim. Bir digər toxunulması lazım olan məsələ isə bunun tarixşünaslıqda əks olunmasıdır. İran, ümumiyyətlə, İrana bağlı qüvvələrdir. Bu, İran hökuməti, İslam rejimi filan nəzərdə tutulmur. Yəni, hekayə olaraq, emosional olaraq İrana bağlı qüvvələrdən gedir ki, bunlar əksəriyyəti millətçilər, hətta irqçi rasistdirlər əslində. Bunların yazıları ki, bunlar Qərb Akademiyasında çox güclüdürlər, xüsusən sosial elmlərdə, tarix, fəlsəfə, İslam fəlsəfəsi və s. Onların bütün kitablarında, xüsusən bura Turac Atabəyini daxil eləmək olar ki, belə deyək də, bilərəkdən məsələləri ilə təqdim edirlər ki, sanki milli hökumət
sadəcə Sovetlərin proyeksiyası idi və Sovetlərin marağına uyğun gəlmədiyi üçün də Sovetlər dəstəyini çəkən kimi çökdülər. Amma biz hadisələrə daha dərindən baxdığımızda görürük ki, əslində Sovetlər təxminən 4 il müddətində yerli millətçi istəklərə qarşı çıxırlar. Məsələn, bunun ən böyük nümunələrindən biri 1941-ci ilin avqustunda Sovet ordusu İrana daxil olarkən, Sovet ordusu Təbrizə çatmamışdan Təbrizdə artıq Pəhləvi hakimiyyətinin yerli əhali devirmiş və bir komissiya qurmuşdu oranı idarə etmək üçün. Sovetlər isə o komissiyanı ləğv elətdirdilər, İran hakimiyyətini yenidən Təbrizdə qurulub. Bu 1944-ə qədər davam edir. 1944-dən sonra bu iki qüvvənin maraqları üst-üstə düşür deyə dəstək verməyə başladı. Və bir müddətində Sovetin belə deyək də maddi, demək olar ki, maddi yardım olmadan fəaliyyət göstərib və böyük uğurlar əldə edib. Xüsusən Cənubi Azərbaycanlılarla danışsaz, onların hamısının babasının və babasının atasının bununla bağlı xatirələri var. İki, dağılma ilə bağlı. Dağılma ilə bağlı qırğınlarla üstündən süqutla keçirilir. Maksimum bunu belə deyək də sanki Azərbaycanın İrana birləşməsinin ildönümü, Sovetlərin müdaxiləçi siyasətlərinin belə deyək də rəzil günə düşməsinin ildönümü kimi təsvir edirlər və alternativ səsə də icazə vermirlər.